özü ilə məşğul olan adam Rəcəb ayı gəlirsə deyir ki, bu bir hadisədir. Ramazan ayı gəlirsə bu bir hadisədir. Yoxsa heç fərqi yoxdur, Rəcəb ayıdır, Şaban ayıdır. O başqa canlılar kimi. Başqa canlılara fərqi var, hansı aydındır. Otun otlayır, yemin yeyir, nə bilim mən, o işlərlə məşğuldur. Fəzilətlidir ki, bu ayda çox oruç tutasan ki, fərq eləsin də deyəsən bu Rəcəb ayını keçirtdim. Bacardığımız qədər bu ayın fəzilətindən faydalanaq, istifadə edək, bəhrələnək. Yəni bizim üçün fərq eləsin də sözün qısası. Hiss eləyək ki, Rəcəb ayındayıq, yadımızdan çıxmasın bu. Özümüzə xeyirdir bu. Bu bizim üçün yük deyil, kim də istəmir eləməsin, vacib deyil ki. Kim istəmir, geçsin, yesin, içsin, gəzsin, o da onun həyat tərzidir. Amma bəzi insani ləzzətlər var ki, onları dadmaq üçün Allah bunları qərar verir ki, insan olduğunu da bir hiss eləsin. İnsani ləzzətlər daha dərin ləzzətlərdir. Yenə xeyri özvə gəlir, çıxır.